Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'na ve fa'na ma allamtana ve zidna ilme amma ba'd. Əziz və dəyərli qardaş və bazarım, hörmətli dinləyicilər, bu gün də sizlərlə bərabər Buluğul Maram kitabında olan hədislərin izahına davam edirik. Və bu gün inşallah söhbət açacağımız hədis itin qabı yalaması haqqında olacaq. Hansı ki, bu hədis Əbu Hüreyrə radiyallahu anhudan gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Tuhur ina əhidikum İzə vələğə fihil kəlb ən yəqsiləhu səbən mərratin uləhünnə bit-turab. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, birinizin qabına it ağız vurduqda, onu yaladıqda, onun təmizlənməsi, onun 7 dəfə yumaqla birincisi torpaqla olmalıdır. Və bu hədis Müslimdə rəvayət olunur, Müslimdə keçir və digər ləfsdə də gəlib ki, içərisindəki boşaltsın və həmçinin də Tirmizidə qeyd olunub ki, uxrahunna əvvələhunna axırıncısı və birincisinin torpaqla olması və ya kəlməsi ilə keçir və bu barədə alimlər qeyd edirlər ki, əgər bu ravinin şəkkidirsə, biz şəkli rəvayəti, şəksiz rəvayətə, yəni əvvəldə qeyd edildiyimiz hansı ki, Müslim rəvayətidir, ona buraxırıq. Müslim rəvayətində açıq-aydın Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni birincisi torpaqla olmalıdır, təmizlənmə birincisi torpaqla olmalıdır. Əgər bağlayıcısı ixtiyarı bildirirsə, seçimi bildirirsə, o zaman alimlər qeyd edirlər ki, xeyr, burada əsl odur ki, yəni təmizlənmə birinci növbədə torpaqla olmalıdır. Və həmçində hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem qeyd edir ki, tuhur kəlməsini Allah Resulü sallallahu aleyhi ve sellem işlətdi. Yəni sizdən birinizin qabının təmizlənməsi. Ərəblə feillər, alimlər qeyd edirlər ki, fuul vəzində olur. Misal olaraq buna deyə bilərik sahur. Sahur, misal üçün yeyilən, içilən şeyə deyilir. Xurma olsun, çay olsun, kofe olsun, su olsun, buna sahur deyilir. Amma suhur isə, fuul vəzində isə bu həmən prosesə fuul vəzində deyilir, yəni suhur deyilir. Eyni ilə də tahur, yəni istifadə olunan sudur, tuhur isə yəni təmizliyin özüdür. Və sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, birinizin qabı, fərqi yoxdur, istər yemək qabı olsun, istərsə də içmək qabı olsun, hər birində it əgər onu yalayarsa, həmin qab Peyğəmbər sallallahu aleyhi ve sellemin buyurduğu kimi təmizlənir. Və həmçində bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem qeyd edir ki, təmizlənmənin birincisi torpaqla olsun, yəni birinci növbədə torpaqla təmizlənir və sonra isə növbəti yerdə qalan 6 dəfədə isə həmin qab beləcə yuyulur. Hədisdən çıxan faydalardan qeyd edə bilərik. Birinci fayda deməli itin nəcis olması. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nəcis olduğuna görə əmr elədi ki, yəni Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, o 7 dəfə təmizlənsin və bu hədis həmçinin rəddir, bir cavabdır. İt təmizdir deyənlərə əgər onun ağız suyu, onun dili ilə vurduğu qab təmiz olsaydı, toxunduğu qab təmiz olsaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem həmin qabın təmizlənməsini əmr eləməzdi. Bizlərə bəyan eləməzdi. Və bu onu göstərir ki, it deməli nəcisdir. Və ikinci fayda isə odur ki, ikinci faydadan qeyd edə bilərik. İtin nəzasəti ağır nəzasətdir və nəzasətlər özü də alimlər qeyd edirlər ki, 3 hissəyə bölünür. Biri var ağır nəzasət, bu itin nəzasətidir və bir də ikinci nəzasət isə yüngü nəzasətdir və bu yüngü nəzasətlərin birincisi südəmər oğlan uşağıdır. Hansı ki, onun sidiyi yüngü nəzasətdir, yəni üzərinə su çiləməklə o nəzasət aradan qalxmış olur və ikinci yüngü nəzasət isə məzidir. Məzi də sidiklə məllinin arasındadır. Hansı ki, insandan bəzən xəstəlikdən dolayı insandan ifraz ola bilər və bəzən yəni ona soyuq dəydikdə, insana soyuq olduqda, yəni sidiyə çıxandan sonra bu insan bədəndən xaric ola bilər və əgər o paltarda görünərsə, üzərinə su vurmaqla, onu təmizləməklə onun nəzasəti bir dəfə ilə aradan qalxmış olur.
Və üçüncü növ nəzasət isə alimlər qeyd edirlər ki, orta nəzasətlərdir. Misal olaraq qeyd edirlər ki, yəni donuzun nəzasəti də orta nəzasətlərdən sayılır. Və həmçinin də hədisdən çıxan faydalardan üçüncüsü it əti haramdır. Onun qəbul edilməsi haramdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə açıq-aydın hədisi var ki, kullu zinabin minəs-sibə fəəkluhu haram. Yəni hər bir yırtıcı dişi olan yırtıcı heyvanların yeyilməsi, onların qəbulu haramdır. Və buna əsasən it ətinin yeyilməsi haram sayılır. Və hədisdə bir neçə məqamlar var. Bəzi məqamlar var, istərdik bunları qeyd eləyək. Onlardan misal üçün birincisini qeyd edə bilərik ki, yaxşı bəs ov iti əgər bir cəmdək gətirərsə onun sahibinə, yəni hansı ki, onu öz dişləri ilə sahibinə gətirib çıxardır, o zaman yəni həmən cəmdək ət yuyulmalıdır, təmizlənməlidir, yoxsa ki, yox. Alimlər qeyd edirlər ki, ümumiyyətlə bu məsələ özü ixtilaflıdır. Bəziləri buyurublar ki, bəli, onun gətirdiyi cəmdək həmən o quş olsun və ya hər hansısa bir heyvan olsun, o birinci dəfəsi, onun ilk dəfəsi torpaqla yuyulub, sonra isə 6 dəfə su ilə yuyulmalıdır. Və qeyd edirlər ki, əgər birdən torpaq əti korlayarsa, o zaman başqa vasitələrdən, kimya vasitələrdən istifadə edərək birinci təmizliyi yəni həmən vasitə aparmaq olar. Və bu birinci qismdə hansı ki, alimlər qeyd edirlər ki, yəni yuyulması vacibdir. Və ikinci rəis odur ki, alimlər qeyd edirlər ki, onun yuyulması vacib deyil. Çünki Allah Rasulullah sallallahu əleyhi və səlləm zamanında o itləri var idi və ona görə də bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmdən nə bir hərif, nə də bir zəif sənədlə nəsə gəlməyib ki, Allah Rasulullah sallallahu əleyhi və səlləm onun təmizlənməsini bu ümmətinə əmr eləsin. Hər bir halda alimlər, necə ki, Şeyx Nəsəb İbn Teymiyyə rahimehullah da bu fikirdədir ki, yəni onun təmizlənməsi vacib deyil və bu ümmət üçün bağışlanmış hallardan biridir. Ümmət üçün bu məsələ keçilmişdir. Və ona görə də qeyd elədik ki, onun yuyulması, təmizlənməsi vacib deyil. Və digər məsələ isə ondan ibarətdir ki, yaxşı, bəs birdən bir qabın üzərinə it sidişləyərsə, o zaman yenə də o yəni eyni qaydada dilini vurduğu kimi, dili ilə qabı yaladığı kimi eyni şəkildə təmizlənir, yoxsa yox? Bəzi alimlər qeyd ediblər ki, yəni bəli, eyni ilə bu da itin ağız suyu kimi və yaxud da qabı yalaması kimidir. Yəni əgər nəcisini bir qabın içərisində tərk edib gedibsə, o zaman həmin qab birincisi torpaqlı olmaqla və digərləri isə yerdə qalan 6 dəfəsi isə su ilə yuyulur, təmizlənir. Və bu birinci rəydir və həmçində qeyd olunur ki, xeyr, yəni ehtiyac yoxdur. Yəni əgər it nəzasətini bir qabın içərisində buraxıb gedibsə, onun eyni şəkildə, yəni hansı ki, hədisdə keçən şəkildə 7 dəfə təmizlənməsi buna ehtiyac yoxdur. Yəni sadəcə olaraq, yəni normalda, yəni təmizlik necədirsə o şəkildə o təmizliyi aparmaq olar. Hər bir halda bu məsələnin yəni son rəyinə gəldikdə isə alimlər buyururlar ki, yəni biz əksər alimlərin sözünü götürsək, hansı ki, cümhurun sözünü götürsək, cümhur buyurur ki, sidikli qab eynən yəni itin dilin dəydiyi qab kimi təmizlənməlidir. Çünki onlar buyururlar ki, sidik onun ağız suyundan daha şiddətlidir və buna görə də bu şəkildə qab hədisə əsasən təmizlənməlidir. Və əgər biz Rasulullahın sallallahu əleyhi və səlləm dövründə itlərin sidiyinin və nəcisinin çox olduğu halda onların 7 dəfə birincisi torpaqla yuyulması barədə əmr vermədiyinə əgər baxsaq, o zaman biz bunu məhdudlaşdırırıq yalnız
itin ağız suyu ilə. Yəni əgər itin başqa bir əgər it o qabın içərisində sidiyi qoyubsa, o zaman yuyulma adicə yəni yuyulma kimi olur. Yəni 7 dəfə yuyulmur. Hər bir halda yəni bu barədə alimlər qeyd edirlər ki, əgər it qabın içərisində sidik tərk edib gedibsə, əgər biz onu 7 dəfə yusaq, birincisini torpaqla olmaqla yusaq, bu zaman heç kəs bizə deməyəcək ki, yəni o qabda nəzasət qaldı. Əgər belə eləməsək, bu şəkildə eləməsək, əksər alimlərin rəyinə görə, yəni bizə deyiləcək ki, o qab nəcislidir, onun təmizlənməsi lazımdır. Və həmçinin növbəti məsələlərdən itin nəzasətini təmizləmək üçün mütləq torpaqdan istifadə edilməlidir, yoxsa yox. Yəni təbii ki, bu məsələdə də elm əhli arasında ixtilaf var. Bəziləri qeyd edirlər ki, yəni təmizlik mütləq torpaqla olmalıdır. Və onlar qeyd edirlər ki, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm iki təmizlik növündən olan birini torpaqla təmizləmənin hədisində qeyd eləyir və belə olduğu halda təmizlik torpaqla olmalıdır. Yəni iki təmizlik deyildikdə biri torpaqdır, biri də sudur. İki təmizlik vasitəsi. Və ona görə də qeyd ediblər ki, əgər Peyğəmbər sallallahu əleyhi və səlləm bu ikisindən birinin hədisində qeyd edibsə, deməli biz mütləqdir ki, təmizlikdə torpaqdan istifadə edilir. Və başqa bir qrup alimlər isə deyiblər ki, təmizləyicilik gücü torpaq qədər və yaxud da torpaqdan daha çox olan bir şey varsa, bir maddə varsa, o zaman biz ondan təmizlik edə bilərik. Misal olaraq, günümüzdə olan kimya maddələr, şampunlar, sabunlar, hansı ki bunlardan qabların təmizlənməsi üçün istifadə olunur və buna icazə verən alimlər qeyd edirlər ki, belə bir vasitələrlə qabları təmizləmək olar. Çünki nəzasəti təmizləməkdən məqsəd nəzasətin özünün və onun izinin təsirinin aradan qalxmasıdır. Əgər nəzasətin özü və onun təsiri, izi hər hansısa bir vasitənin aradan qalxıbsa, artıq məqsədə çatılmış sayılır. Təbii ki, yəni biri soruşa bilər ki, yəni elə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə əməl eləsək bu yaxşı olmazmı? Hansı ki, bunda heç bir ziyan yoxdur bizlər üçün. Cavab olaraq alimlər qeyd edirlər ki, bəli, elə yaxşı olan hədisdə mətndə gələni yerinə yetirməkdir. Çünki yəni əgər nəzasəti bu şəkildə təmizləsək torpaqla, yenə də biz mətnə, həm hədisə, həmçinin də icmaya əsasən qabımızı təmizləmiş oluruq. Təbii ki, burada alimlər qeyd edirlər ki, dəlillər bərabər olduqda ixtilafdan çəkinmək daha üstündür. Və ona görə də yəni əgər bir tərəfdə təmizləyici vasitələr və digər tərəfdə torpaq varsa, hər bir halda Allah daha doğrusunu bilir. Yəni insan seçim sahibidir və ixtiyar sahibidir və ikisindən biri ilə həmin qabı təmizləyə bilər. Təbii ki, dəlillər bərabər olduqda alimlər qeyd edirlər ki, ixtilafdan çəkinmək daha üstündür. Yəni dəlilin bərabər olması. Təbii ki, əgər birdən iki rəydən biri üstün gələrsə, o zaman ixtilafın heç bir önəmi, heç bir mahiyyəti yoxdur. Və həmçində alimlər qeyd edirlər ki, əgər itin nəzasəti bir şeyin üzərinə düşərsə, yenə həmin şey 7 dəfə yuyulur. Yəni misal olaraq məsələn əgər it ağzı ilə paltarı və yaxud da insan ayağını yaladısa, o yer eynilə 7 dəfə yuyulur. Birincisi torpaqla olmaqla. Amma torpaq ziyan verərsə, ola bilər ki, insanın ayağında bir xəstəlik var. Belə olduğu halda alimlər qeyd edirlər ki, başqa vasitələrdən əlbəttə ki, istifadə edə bilər. Yaxşı, bəs burada yəni ov, heyvan, əkinçilik üçün saxlanılan itlər bu hökmdən istisna edilir yoxsa yox? Bəzi alimlər qeyd edirlər ki, bu heyvanları istisna edərək deyirlər ki, burada məqsəd hansı ki, o qabı bulaşdırır it, burada məqsəd yəni öyrədilməmiş, vəhşi, əhəlləşməmiş itlərdir. Əhəlləşmişlərə gəldikdə isə onun toxunduğu, dili ilə yaladığı qabı 7 dəfə yumaq və həmçinin də birincisini torpaqdan istifadə etmək vacib deyil. Lakin elm əhli buyurur ki, necə ki, İbn Hüseyn rahimehullah qeyd edir ki, bu rəy zəif rəydir. Çünki əhəlləşmiş itlər insanlarla daha çox ünsiyyətdə olurlar, nəinki əhəlləşməmiş itlər. Yəni belə olan halda necə ola bilər ki,
Rasulullahın sözünü sallallahu əleyhi və səlləm az rast gəlinən hala aid eləyib, çox rast gəlinən halı isə tərk eləyək və bu da məntiqdən uzaqdır. Və təbii ki, hər bir halda fərqi yoxdur. İstər əhəlləşmiş olsun, istərsə də əhəlləşməmiş heyvanlar olsun. Əgər yəni o heyvan həmən it qabı yaladısa və yaxud da qabın içərisinə toxundusa, o qab 7 dəfə təmizlənir. Həmçinin də burada qeyd edə bilərik ki, itlərin cinsinin fərqi yoxdur. İstər erkək olsun, istər dişi olsun, rənginin də fərqi yoxdur. Ağ, qara heç bir fərq etməz. Çünki bəziləri yalnız qaranın olduğunu qeyd ediblər ki, ona görə ki, hədislərin birində, yəni namazı kəsən itlər barəsində qara it kəlməsi keçir və ona görə də onlar deyirlər ki, burada yəni məqsəd qara itdir. Lakin burada alimlər qeyd ediblər ki, hər iki hökmün fərqli yerlərdə olduğuna görə, yəni bunu belə cəm etmək düzgün deyil. Yəni bir yerin hökmü başqa bir yerin hökmü ilə məhdudlaşdırıla bilməz. Yəni o qara it namaz üçün nəzərdə tutulub, hansı ki namazı kəsir, amma bu hədisdə qeyd olunan itlər isə nədir? Ümumi şəkildə yəni fərqi yoxdur onun rənginin və yaxud da cinsinin hansı cinsdə olması. Və sonra isə növbəti qeyd edəcəyimiz məsələ şərt deyil ki, yəni qabın sahibi qabı yusun. Əgər it birdən bir qabı yalayarsa, tutaq ki, qonşunun qabına it yaladısa, şərt deyil ki, qonşu özü şəxsən qabı yusun və insan, onu görən şəxs həmən qabı sünnədə gələn şəkildə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu şəkildə təmizləyə bilər. Uca Allah Subhanahu va Taala bizləri dinində fəqih və dinini anlayan, başa düşən şəxslərdən eləsin. Allah Azza və Cəllə dinləyənlər üçün faydalı eləsin, bərəkətli eləsin. Subhanəkallahumma və bihamdik, əşhədu en la ilahə illə entə, əstəğfiruke və etûbü ileyk.